Qızlar, uşaqlar tort istəmişdilər, ballı tort. Getdim marketə malzəmələri almağa. Artıq xeyli vaxtdır tortun korjunu hazırlamıram. Yaxşıdır, xidmət tapmışam, onun korjunu istifadə edirəm. Çox qəşəngdir, xoşuma gəlir. Belə getdik, tort bəhanə, qalan şeylərimizi də aldıq, yüngüləyərək mənim vazkeçilməzim hansıdır sosum. Belə konfet falan, burada oyuncaq varsa, kukla varsa, mənim oğlum varsa, məlum məsələdir, öz məharətini onun üçün göstərməli idim. Belə burada dava gedir uşaqlar. Kim daha çox kasserə malzemə verəcək, kimin verdiyi məhsullar daha yaxşı vuracaq kasser, nə bilim falan filan. Bu arada sizdən bir ricam var qızlar. Səhvim yeni olduğu üçün sizin fikirlərinizə ehtiyacım var. Bilməsə fikirlərinizi yazmağı unutmayın. Xahiş edirəm. Sizin fikirləriniz mənim üçün önəmlidir. Ona görə mən videolarımı təkmilləşdirirəm. Nəyi çəkmək lazımdır, nəyi görmək istəyirsiniz. Bunları mənə bildirdiyiniz zaman mən səhifəmi daha yaxşı, daha tez boyada bilirəm və sizə də daha maraqlı videolar çəkmək olur, çəkə bilirəm. Mən evə gəldik, sumkaları boşaltdım, nələr almışıq, nə eləmişik, bütün bu aldıqlarımız 31 manat, 20 qəpik, yəni neçə qəpik tutdu belə. Konfet axşam gəldi, sabah axşam artıq yox idi, günlük çay içməyə güya almışdım, çünki gizlətmədim, yadımdan çıxdım. Belə tortu da çəkə bilmədim, bişirdim, qoydum, dedim. Sabaha yumşalar, elə bir də baxdım ki, tort bişdiyinlə yarılandı, bir oldu.